Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Fuzuli'nin qələmi Kərbəla torpağında ekildi. Arkasında bıraktığı en uzun hikaye çölə düşmüş bir dəlinin hikayesiydi. Sevdiği kıza qovuşabilməyən, qəbiləsi unutan, sonunda öz adını belə unutan Qeysin. Şair ömrünün bir yerinde bu hükmü yazmıştı. Elm kəsbiyle rütbeyi rəfət, arzuyu mehal imiş ancaq. Eşq imiş hər nə var aləmdə, elm bir qilu qal imiş ancaq. 3 əsr yarım o misralar məclislərdə okundu. Tar tellərinə keçdi. Mahnı oxuyanların səsində Qarabağın dağlarına çıxdı. Karvan yollarında əzbər edildi. Kağızdan səsə, səsdən yaddaşa Leyla ilə Məcnun hikayəsi bir millətin sevdiyini, necə sevdiyini və itirdiyini necə andığını öyrədən səssiz bir məktəb kimi əldən ələ dolaşdı. Oxuması olmayan bir çobanla mədrəsədə oturan bir öğrenci eyni beyti eyni yerindən bilirdi. 1908-ci ilin 25 yanvarında axşam saatlarında Bakıda Hacı Zeynəlabidin Tağıyevin tiyatrosunda pərdə açılanda o misralar ilk dəfə bir orkestranın önündə söyləndi. Səhnənin arkasındaki gənc 22 yaşındaydı. Şuşalı bir müəllim idi. Gazetlerde tənz yazırdı. Notanı öz-özünə öyrənmişdi. Adı Üzeyir Hacıbəyli idi. O gecə Müsəlman Şərqin ilk operası da oldu. Araz News radyosundan yayınlanan Azadlıq və Ədalətin yeni bölümündəsiniz. Bu programda azadlığın, ədalətin və milli varlığın izini sürürük. Mən Altay Urmulu. Kimi həftə bir üsyanın, kimi həftə bir məhkəmə salonunun peşindən gedirik. Bugün bir nota dəftərinin peşindəyik. Çünkü bir milleti ayakta tutan şey silah qədər hünər və sənətdir də. Önümüzdəki dəqiqələrdə Ağcabədidə doğulan, Şuşada bilənən, Bakıda bir dövrün səsinə çevrilən adamın ömrünü danışacağıq. Şuşada yaz axşamları pəncərələr açıq qalardı. Qalanın daş küçələrində tar səsi bir həyətdən o birinə keçər, mahnı oxuyanın səsi vadilərə düşərdi. Qalanın hikayəsi bir əsr öncə başlamışdı. Anlaşmaların mürəkkəbi qurur qurmaz Rus idarəsi bölgəyə eşikdən nüfus daşıdı. Xanlığın idari yapısını dağıtdı. Topraq dəftərlərini yenidən yazdı. Şuşanın köklü ailələri şəhərdən uzaqlaşdırıldı. Kimi sürgün edildi, kimi öz qalasında kiraçiyə döndü. İtirilən şey torpaq idi, mülkiyyət idi, idarə idi. Əldə qalan iki şey var idi. Dil və səs. 18 septembr 1885 Ağcabədi. Məmur Əbdülhüseyn bəyin evində 5 uşağın ortancası dünyaya gəldi. Ata Qarabağ xanının qızı Xurşid xanı Natəvanın qonağında katiblik yapmıştı. Ailənin Ağcabədidə bulunması Natəvanın buradakı çiftliyi ilə ilgiliydi. Uşaq hələ kiçikkən ailə Şuşaya döndü. İllər sonra o doğum tarixi Azərbaycan təqviminə yeni bir səhifə açacaqdı. Amma bunun üçün 60 ildən artıq zaman keçməsi
gələkirdi. Xurşid Banu Natəvan Qarabağ xanlığının qızı idi. Şair idi. Öz məclisini qurmuşdu. Şuşaya suyu gətirən, məktəbə para verən, sənətçini qoruyan bir ad idi. Xanlıq təsfiyə edildikdən sonra belə Qarabağın mədəni ağırlığını sırtında daşıdı. Üzeyrin atası o qonağın katiblərindən idi. Şuşa Qafqazın konservatuarı sayılırdı. Mir Hüseyn Nəvvabın ətrafında toplanan məclislər muğamı bir zovq məsələsi olmaqdan çıxarıb bir elm məsələsinə çevirmişdi. Cabbar Qaryağdıoğlu'nun səsi qalanın bir ucundan o biri ucuna yayılırdı. Şəhərin taciri də, sənətkarı da uşağını oxutmanı bir məsələ haline gətirmişdi. Şuşanın seçkinləri Avropanın qapısını aralamaqla öz kökünü qorumağı eyni anda düşünən nadir kəsimlərdəndir. Qalanın məclisləri öz tərbiyəsini qurmuşdu. Bir mahnı söyləyən səsini duyurmazdan öncə illərcə dinləyirdi. Muğamın hansı qapıdan girib, hansı qapıdan çıxacağını, hansı şeirin hansı pərdəyə yaxışacağını usta göstərərdi. Ölçü sərt idi. Yanlış pərdəyə basan məclisdən səssizcə çıxardılırdı. Üzeyir o tərbiyənin içində böyüdü. İlk məktəbi Cəmil bəy Fətəlbəyovun 2 sınıflı Rus-Tatar məktəbi idi. Oxuma yazmanı burada öyrəndi. Küçədə öyrəndiyi şeyin adını isə hələ bilmirdi. Bir millətin 100 illərdə damlatdığı musiqi yaddaşı. Yeteneğin gəldiyi damar bəlli idi. Anasının ailəsi Əliverdi Bəyovlar musiqi ilə iç-içə yaşayan bir sülalə idi. Dayıları saz çalar, məclis kurar, mahnılar dinlərdi. Ata tərəfində isə qələm var idi. Əbdülhüseyn bəyin uşaqlarına verdiyi tərbiyə yazı ilə iş görən bir ailənin tərbiyəsi idi. Böyük qardaşı Zülfəqar musiqiyə uzanacaq, qardaşı Ceyhun jurnalistliyə keçəcəkdi. Üçü də ömür boyu eyni tərəfdə duracaqdılar. 1897-də ailənin bəylik bəratı təsdiq edildi. O gündən sonra ona Üzeyir bəy xitab edildi. Sovet idarəsi bu unvanı yasaqladı. Adı bəlgələrdən silindi. 1991-də Azərbaycan yenidən bağımsızlığına qovuşanda ünvan da geri verildi. 1899'un sonbaharı 14 yaşında Üzeyir Şuşadan Qoriyə gedən yola çıxdı. Qori müəllim seminariyası Qafqazın türk müəllimlərini yetişdirən yatılı məslək məktəbi idi. Qapısından girən uşaq 5 il sonra bambaşqa biri olaraq çıxacaqdı. Seminariyanın tələbələri Qarabağdan, Gəncədən, Naxçıvandan, İrəvandan gəlirdi. Yataqxananın müqərrəratı çox sərt idi. Dərs proqramı ağır idi. Məzun olan gənc gedəcəyi kəndin tək oxumuş adamı olacağını bilərək oxuyurdu. Rus idarəsi buranı özünə məmur yetişdirmək üçün qurmuşdu. Çıxan nəsli isə bambaşqa bir işə niyyətli idi. Öz millətini oxutmaya. Ədəbiyyat dərslərinə Feridun bəy Köçərli girirdi. Bir nəslin dilinə və yaddaşına biçim verən adam. 21 il sonra Bolşevik idarəsi tərəfindən öldürüləcəkdi. Rəşid bəy Əfəndiyevdən özəl dərslər aldı. Şeir yazmağa başladı. Tərcümələrə girişdi. Musiqi sınıfında kəman və nəfəsli sazlarla tanışdı. Teorinin ilk qapısını araladı. Öz anlatımıyla seminariyada təməlini atdığı bilgi Bakıya yerləşdirdikdən sonra əsaslı biçimdə tamamlaşmışdı. Sıra yoldaşlar arasında 2 ad var idi. Müslüm Maqmayev və Əli Tərqulov. İkisi də ömrü boyu yanında qaldı. Aralarındakı bağ o qədər möhkəm idi ki, illər sonra qohumluğa da çevrildi.
Üzeyir bəy Əli Tərqulovun Tiflisdə lisə bitirmiş, bacısı Məlikə xanımla 1911-də evləndi. Müslüm Məqumeyev ailənin öbürü qızı ilə evləndi. 2 bəstəkar bacanaq oldular. 1904-də seminariyanı bitirdi və Cəbrayılın Hadrut kəndinə müəllim olaraq göndərildi. Kənddə 1 il qaldı. Rus imperatorluğu sarsılarkən Qafqazda erməni-müsəlman çarpışmaları başladı. Hadrutda dərs vermək imkansız halə gəldi. Gənc müəllim çantasını toplayıb Bakıya indi. Bakı neftin üstündə böyüyən, dünyanın dörd bir yanından insan çəkən bir şəhər idi. Üzeyir öncə Bibi Heybət qəsəbəsində, ardından şəhərdəki Səadət məktəbində dərs verdi. Qısa sürədə müəllimlik masasının yanına ikinci bir masa qoyuldu. Qazete masası. Həyat, İrşad, Tərəqqi, Açıq Söz o illərin bütün ciddi qəzetlərində imzası göründü. Molla Nəsrəddin çevrəsinə qatıldı. O, Molla Nəsrəddin imzası ilə tənzlər yazdı. Qələmi kəskin idi, hədəfi bəlli idi. Cəhaləti bəsləyən nizam, xalqı yuxuya salan molla, millətin üstündən keçənin zəngin. O illerin qəzet sütunları bir cəbhə xətti idi. Ana dildə məktəb açılsınmı, qızlar oxusunmu, əlifba düzəldilsinmi, tartışmalar həftə-həftə sürürdü. Üzeyir bəy tartışmalara tənzlə girdi. Qarşısındakını yormaq yerinə güldürərək yıxdı. Oxucunun ağlında qalan uzun bir məqalə deyir, qısa və kəskin bir cümlə oldu. Yazmaqla yetinmədi. Öğrencilərin əlinə verəcək kitab olmadığını görüncə riyaziyyat məsələlərini hazırladı. Türkçe, Rusça və Rusça, Türkçe sözlük üzərində çalışdı. Bir dilin başqa bir dilin kölgəsində qalmadan iş görə bilməsi üçün gerəkən ən sıradan və ən həyatı işləri gördü. Qafqaz Türk müəllimlərinin 1906 və 1907-də toplanan 2 qurultayına qatıldı. Alınan qərarların kağızda qalmaması təşkilatlı bir çalışmaya çevrilməsi üçün uğraşdı. 3 desembr 1906'da İrşadda çıxan yazısındakı çağırış o illerin ruhunu tək cümlədə topladı. Ey millət mücahidləri, oyanın, milletin yaxasından tutup silkələyin ki oyansın. Davamında bunu söyləyirdi. Milletin fərdləri cəhalətin verdiyi rahatlıqla sizləri dinləmək istəməzsə onları buraxmayın. Günü gəldiyində sizlərə özləri minnətdar olacaqlar. 21 yaşındakı bir müəllimin cümləsiydi bu. Milli oyanış bir bayraq yarışına bənzər. Mirzə Fətəli Axundzadə dili və tiyatronu ortaya qoydu. Həsən bəy Zərdabi qəzeti, məktəbi və məcburi təlimi millətin gündəmini daşıdı. 3-cü nəsl isə Üzeyir bəy idi. Əlinə aldığı bayrağı sənətə, səhnəyə və musiqiyə götürdü. 1905'te başlayan 15 illik maraton 28 may 1918'de bir cumhuriyetle nəticələnəcəkdi. Muğam və operanı bir səhnəyə daşımaq o günə qədər heç kəsin imtihan etmədiyi bir denəməydi. Üzeyir bəyin həlli bu idi. Opera formunu iskelet olarak aldı və muğamı isə o iskeletin içine can olarak yerləşdirdi. Konolar, orkestra bölümləri və keçişlər notaya bağlandı. Muğam qısımları xanəndənin nəfəsinə buraxıldı. Səhnədə eyni anda 2 gələnək danışdı və heç biri bir-birini bastırmadı. İtirazlar pərdə açılmazdan öncə başlamışdı. Səhnədə musiqi olarmı? Qadın rolunu kim oynayacaq? Belə bir iş dini mühitdə necə qarşılanacaq? Bunlar o günlərdə ciddi tartışmalar idi. 25 yanvar 1908 gecəsi Tağıyevin tiyatrosunda Leyla və Məcnunun pərdəsi açıldı. Salon dolu idi. Orkestranın başında Əbdülrəhim bəy Haqverdiyev var idi. Səhnəyə qadın çıxması mümkün olmadığı üçün Leylanı Bədəl bəy oynadı. Bir kişi örtüsünün altında Fuzulinin sözlərini söylədi. Gecə bitdiyində Bakının danışdığı tək bir mövzu var idi. İşin arxasındakı çətinlik salondan görünmürdü. Səhnədəki mahnı söyləyənlərin çoxu notanı bilmirdi. Provalar və ya məşqlər notanı bilənlə bilməyənin
ortaq dil axtarması ilə keçdi. Orkestrada çalacaq yetərli musiqici də yox idi. Koro sıfırdan quruldu. 22 yaşındakı bəstəkar həm əsəri yazdı, həm o əsəri səhnələyəcək topluluğu yetişdirdi. Əsərlər Qafqazın sınırlarını aşdı. Türkistanda, İranda, Anadoluda səhnələndi. Arazın güneyində, Təbrizdə və Urmiyədə eyni mahnılar söyləndi. Bir sərhəd bir milləti ikiyə bölmüşdü. Amma muğam o sınırı tanımadı və bütöv Azərbaycanı qurmuşdu. Səhnədəki örtü də zamanla qalxdı. İlk illərdə qadın rolunu kişilər oynayırdı. Bir neçə il sonra Azərbaycanlı qadın sənətçiləri səhnəyə çıxdılar. Opera səhnəsində öz səsləri ilə mahnılar söylədilər. Aradakı illərdə öz əksini qapatmağa getdi. 1914 və 1912 arasında Moskovada musiqi kurslarına davam etdi. Ardından Petersburg'a getdi. Xalq musiqisindən gələn qulağın üstünə Avropanın teorik tərbiyəsini qoydu və geri döndü. Salonlarda neft işçisi ilə mədrəsə tələbəsi yan-yana oturdular. İkisi də öz dilini, öz muğamını, öz hekayəsini səhnədə gördü. Teatr bir əyləncə yeri olmaqdan çıxdı və bir milli məktəbə döndü. Dərs kitabı olmayan bir millətə qapısında heç kəsin icazə belgəsi sormadığı bir məktəb açılmışdı. ...1918-ci ilin sonbaharından etibarən Azərbaycan qəzetinin künyəsində bir ad keçər. Məsul müdir Üzeyir Hacıbəyli. Dövlətin rəsmi orqanının başında 10 il öncə tənz yazan adam oturmaqdadır. O künyəyə gedən yol eyni ilin baharında qandan keçdi. Mart 1918-də Bakıda erməni silahlı qrupları və bolşevik birlikləri müsəlman məhəllələrinə girdi. Minlərcə insan öldürüldü. Məhəllələr yandırıldı. Üzeyir bəy və teatr qrupu doğrudan hədəfdə idilər. Bir neçə ay üçün Güney Azərbaycana keçmək məcburiyyətində qaldılar. Şəhərdən çıxarkən yanına aldığı şey nota dəftəri idi. Ev əşyası geridə qaldı. Qürbət uzun sürmədi. 15 septembr 1918-də Qafqaz İslam ordusu Bakıya girdi. Şəhər qurtarıldı. 13 il öncə Hadrutdan Bakıya enən gənc müəllimin yazdığı hər sətrin hədəfi o gün gözünün önündə gerçək oldu. 28 may 1918-də elan edilən Azərbaycan Cumhuriyyəti müsəlman şərqinin ilk cumhuriyyəti idi. Bir bayraq, bir məclis, bir universitet və bir marş lazım idi. Marşı Üzeyir bəy Hacıbəyli yazdı. Notaların altına imza atarkən 13 il boyu qəzet sütunlarında müdafiə etdiyi hər şeyi bir dövlətin səsinə çevirirdi. Bir millətin ilk marşını yazmaq bir əsər bəstələməkdən başqa bir işdir. O melodi sınırda növbət tutan əskərin, məktəbdə sıraya dizilən uşağın, meydanda toplanan qalabalığın ortaq nəfəs olacaqdır. Yanlış nota bir dövlətin səsini kəsər. Üzeyir bəy o notaları yazarkən əlində hazır bir gələnək yox idi. Öz millətinin muğamından bir dövlət səsi çıxartdı.
O 23 ay bir dövlətin sıfırdan qurulduğu aylar idi. Məclis açıldı, qadınlara seçmə haqqı tanındı. Müslüman şərqində ilk dəfə Bakıda universitet quruldu və Avropaya öğrenciler göndərildi. Qardaşı Ceyhun 1919'da Paris Barış Konferansına gedən Azərbaycan heyətində yer aldı. Konferans Azərbaycanın bağımsızlığını fiilən tanıdı. Amma masadan qalxdığında Bakıda zaman çoxdan daralmışdı. 27 Nisan 1920'də Bolşevik zərbəsi Cumhuriyyəti devirdi. 11-ci Qızıl Ordu ölkəyə girdi. Nisan və may aylarında Gəncədə partlayan üsyan qan dənizində boğuldu. 23 aylıq bağımsızlıq qapandı. Bayraq indirildi. Məclis dağıdıldı. Marşın adı yasaq listəsində yazıldı. Cumhuriyyəti quran quşağın bir qismi qurşuna dizildi. Bir qismi isə yollara düşdü. ...1932'de Mirzəfər Bağırovun masasına bir kağız koyuldu. Kağızda Üzeyir Hacıbəyli'nin Müsabatın əski ajan olduğu yazılırdı. O illərdə belə bir cümlə çox insan üçün ölüm demək idi. Ölmədi. Səbəbini anlamaq üçün 12 il geriyə getmək gerekir. 1920'de zərbənin hemen ardından tutuklanmaktan Nəriman Nərimanovun sayesinde kurtuldu. Qardaşının mühacirətdə qalması onu davamlı şübhə altında tuttu. Sol komünistlər adını hər fürsətdə önə sürdülər. Nərimanov Moskovaya göndərildikdən sonra qalxan ortadan qalxdı. Bağırov dövrü başladı. Bakıdan ayrılmaq məcburiyyətində qaldı. Bir süre Tiflisə təyin edildi. Konservatuvar müdürlüyündən əzl edildi. Xalq musiqisi mirasını toplama və incələmə çalışmaları qurduğu qurumlarla birlikdə əngəlləndi. İxbarın ardından Moskovadan gələn təlimat isə gözlənilməkdə idi. Bəstəkara sayğı göstərilməsi, önünün açılması istəndi. Bir adamın həyatı özündən minlərcə kilometr uzaqda bir masanın üstündə belirlənirdi. Qurtuluşunu boyun əyməkdə deyil, əsər verməkdə gördü. Bakıda həm muğamın, həm notanın oxulduğu bir musiqi məktəbi açdı. Konservatuarın müfrədəsini yazdı. Dərs kitablarını hazırladı. İlk məzunları öz əli ilə yetişdirdi. Xalq çalğılarını orkestraya soxdu. Tarla kamanı eyni sırada oturtdu. Notaya dayananı ilk milli orkestranı qurdu. Çox səsli korolar oluşturdu. 1937'de təsfiyələrin ən azğın ilində Çuroğlu operası səhnələndi. Zülmə baş qaldıran bir millətin qəhrəmanının dastanı dövlətin ən görkəmli salonunda dövlətin ödülləri ilə taclandırıldı. Səhnədəki hər nota rəsmi təsnifə görə bir xalq operası idi. Seyircinin yaddaşında isə bambaşqa bir şey söyləyirdi. Bir yıl sonra əsər Moskovada səhnələndi. Ödüllər peş-peşə gəldi. Millət operanı öz məhkəməsində yargıladı və bəraətini verdi. Salondan çıxanların dilində qalan şey ödül listəsi deyil, bir dağ adamının zalimin qarşısında dikiliş idi. Səhnədə söylənənlərlə rəsmi qeydlərə keçənlərin arasındakı məsafə o illərin ən əmniyyətli sığınağı oldu. Dövlət əsərin adını öz dəftərinə yazdı, xalq isə melodini öz yaddaşında və qəlbində saxladı. Eyni illərdə ətrafındakı masalar boşalırdı. Hüseyn Cavid tutuklandı və sürgündə öldü. Əhməd Cavad qurşuna dizildi. Mikail Müşfiq 29 yaşında yox edildi. Bir nəslin ən parlaq adları bir gecə qapıları çalanaraq alınıb götürüldü. 1945'te Azərbaycan xalq musiqisinin təməlləri yayımlandı. Xalqın 100 illərdə ortaya çıxartdığı muğam sistemi ilk dəfə teorik bir çərçivəyə qovuşdu. Bir millətin musiqisi artıq itirilə biləcək bir şey olmaqdan çıxmışdı, yazıya keçmişdi. Özü üçün heç bir zaman bir şey istəmədi, amma çevrəsindəkilər üçün yorulmadan istədi. Asif Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Şövkət Məmmədova, Xan Şuneski,
Azərbaycan musiqisinin təməl daşları sayılan adların çoxu onun süfrəsindən keçdi. Evinin qapısı açıq idi. Pulsuz qalan tələbələrə xərclik verildi. Qalacaq yeri olmayanlara otaq, səsi olub imkanı olmayanlara səhnə tapdı. Verdiyi yardımların çoxunu kimsəyə söyləmədi. İllər sonra o gənclərin xatirələrindən öyrənildi. Zənginlərin ətrafında dolaşan yaltaqlardan uzaq durdu. Kimsənin haqqını yemədi. 23 noyabr 1948-də 63 yaşında ağır bir xəstəliyin ardından vəfat etdi. Cənazəsi Bakı tarixinin ən qalabalıq uğurlamalarından biri oldu. Ölümündən qısa süre sonra mühacirətdə çıxan Azərbaycan dərgisində milli öndər Məhəmməd Əmin Rəsulzadə bir yazı qələmə aldı. Yazının hökmü açıq idi. Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindən və türk tarixindən heç kəs ayıra bilməz. O, milli varlığın dirəkləri arasında qalıcı bir dəyərdir. Arkasında bıraktığı yazılar uzun süre bütün haliyle basılmadı. Kimi məqaləsi qısadıldı, kimi yazısı redaksiyon adı altında dəyişdirildi. Kimisi ise heç yayımlanmadı. Gerçək portresi ancaq Azərbaycan yenidən bağımsızlığına qovuşduqdan sonra kəsilməmiş haliyle ortaya çıxmağa başladı. Doğum günü 18 septembr Azərbaycan Milli Musiqi Günü elan edildi. 1985'te doğumunun 100. ili UNESCO tərəfindən anıldı. Bakının xiyabanları, heykəlləri və Dövlət Senfoni Orkestrası onun adını daşıyır. Üzeyir Bey daha 20 yaşındayken Həyat qəzetəsində millətin iki yarasını yazmışdı. Birincisi mədəniyyətsizlik idi, ikincisi 43 il sürən erməni-müsəlman cəngi idi. Eyni yazıda bunu xatırladırdı. Avrupalılar bu dünyaya ana qardından mədəniyyətli olaraq gəlmədilər. Türklər də əl-ələ verib mərifət sarayının qapısından girməyə hazırdır. O qapını öz əlləri ilə araladı. Əlində tüfəng yox idi. Tar var idi, qələm var idi, bir nota dəftəri var idi. Bir millətin öz səsini duymasını sağladı və öz səsini eşidən bir milləti susturmaq o gündən sonra heç kim üçün rahat olmadı. Şuşada bir uşağın qulağına dolan muğam Bakının səhnəsindən dünyaya yayıldı. Ağcabədədə doğulan uşaq bir millətin yaddaşına sevrildi. Ölüm sevinməsin qoy, ömrünü vermir bağda. El qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdır dünyada. Severək yaşayanlar, sevilərək ölənlər. Füzuli eşkin elimdən yüzü olduğunu yazmışdı. Üzeyir Hacıbəyli o eşki bir milletin adına çevirdi. Bugün Təbrizdə, Urmiyədə, Ərdəbildə bir tar səsi eşidən hər kəs o dəftərin bir səhifəsini dinləyir deməkdir. Bir milletin səsi əlindən alınmadığı sürəcə o millət itirilmiş sayılmaz. Mən Altay Urmulu, Araz News Radyosunda azadlıq və ədalətin bu bölümü burada sona çatır. Bir sonraki bölümdə tekrar görüşmək diləyilə. Sağlıqla qalın. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.